Herkese salam. Yeni izah videosuyla qarşınızdayım və bugünkü mövzumuz pronoun əvəzi mövzusudur. Düşünürəm ki, əvəzi biraz şagirdlər üçün çətin olan mövzudur. Çünki tez-tez müəllimə əvəzi mövzusunu nə vaxt çəkəcəksiniz, müəllimə əvəzi ilə bağlı sizdə konspektlər varmı tipli suallar gəlirdi. Ona görə düşündüm ki, artıq bu videonun izahını çəkməyin vaxtıdır. Və videodan öncə onu qeyd edeyim ki, izahdan öncə daha doğrusu qeyd edeyim ki, öncəliklə yazacağım, videonu dayandıracağım, yazacağım. Daha sonra isə videonu davam etdirib izahı onun üzərindən eləyəcəm ki, vaxtımız çox yazmağa getməsin. Və ilk növbədə başlamaq istəyirəm bu 4 əvəzliklərdən. Personal pronouns, object pronouns, possessive pronouns and reflexive pronouns. Başlayalım personal pronouns, şəxs əvəzliklərdə. Hansılardır şəxs əvəzlikləri? I, you, he, she, it, you, we, you, they. Mən, sən, o, biz, siz, onlar və şəxs əvəzlikləri cümlədə hansı roldadır? Mübtəda rolunda çıxış eləyəcəklər. Yəni bu şəxs əvəzlikləri cümlədə olacaq mübtəda. Mübtəda olacaqlar. Və yəni bununla bağlı əslində çox bir şey yoxdur. Siz bunları mübtəda kimi görəcəksiniz. Bir dənə fərqli məqam itlərdə olacaq. Onları da izah eləyəcəm. Yəni ki, bunlar mübtəda rolunda çıxış edir və bunlardan sonra birbaşa xəbər gəlir. İngiliscə cümlədə söz sırası tipli videolar da çəkəcəm. Yəni bilirsiniz ingiliscə cümlə söz sırası necədir? Birinci mübtəda, sonra xəbər, sonra digər üzvlər. Yəni bunlardan sonra da birbaşa xəbər gəlir. Keçdik object pronouns, yəni şəxs əvəzliklərinin obyektal forması. Bu əvəzliklər me, you, him, her, it, us, you, them. Bu əvəzliklərdən sonra isim gəlməz. Bu əvəzliklər əsasən feil və söz önlərindən sonra gəlir. Feil və söz önlərindən sonra gəlir. Məsələn, nümunə deyək. They called me. Onlar mənə zəng etdilər. Məni, mənə mənası. By the way, tərcümələri məni, mənə, səni, sənə, onu, ona, bizi, bizə, sizi, sizə, onları, onlara mənasını verir. Və söz önlərindən sonra isə nümunə olaraq deyə bilərik ki, məsələn, the flowers are for you. Bu güllər sənin üçündür. Okay. Deməli, burada oxşar hansılardır? You'dur, itdir, just yenə you'dur. Digərləri fərqlidir. Yəni, əslində burada çaşacağınız bir şey olmayacaq. Çünki bundan sonra da birbaşa isim gəlmir, bundan sonra da isim gəlmir. Sadəcə olaraq bunlar feildən sonra və söz önlərdən sonra işlənir. Keçdik possessive pronouns, yəli əvəzlikləri. Yəli əvəzliklərində iki forması var. İsimli və isimsiz forma. Bunun üzərindən biraz çox danışacaq. İsimli formalar my, your, his, her, its, our, your, their. Mənim, sənin, onun, bizim, sizin, onların formasındadır. Və bunlardan sonra nə gəlir? Birbaşa isim gəlir. Mütləqdir ki, bunlardan sonra birbaşa isim gəlsin, mütləq. Məsələn, my father, mənim atam, my cat, mənim pişiyim, your sister, sənin bacın. Yəni bunlardan sonra birbaşa isim gəlməlidir. İsimsiz forması isə artıq məsələn, my bag bərabərdir əslində mine-a. Ya bunlardan sonra düzdür isim gəlmir, mine. Bir də mine-də s-sız, qalan hamısı görürsünüz, sonu s-la bitən formalardır. Yəni bunu şagirdlər necə yadına saxlayır? S-lılar, sonu s-dan bitənlər. Bu sonu s-la bitənlərdən sonra isim gələ bilməz. Yəni my bag, mənim çantam bərabərdir mine, mənimkinə. Bunların da tərcüməsi mənimki, səninki, onunki, bizimki, sizinki, onlarınki kimi tərcümə olunur. Və my bag, mənim çantam artıq mine, mənimkinə bərabərdir. Cümlədə deyə bilərəm ki, this is my bag, bu mənim çantamdır və yaxud da deyə bilərəm ki, this is mine, bu mənimkidir. Keçdik reflexive pronouns, qayıdış əvəzliklərinə. Qayıdış əvəzlikləri myself, yourself, himself, herself, itself, ourselves, yourselves, themselves. Bunu buradan belə bölüm izah eləyəcəm. Deməli, bunlar qayıdış əvəzlikləri. Mən özüm, sən özün və s. kimi tərcümə olunur və bunlar görürsünüz ki, əslində hamısında eyni standart qaydadadır. Amma burada fərqliyi biz artıq cəm formada müşahidə edirik. Yəni, tək forması və cəm forması görürsünüz, heç bir fərqlilik olmur. Amma burada cəm formada fərqliyi var. Yəni, biz, siz, onların, biz özümüz, siz özünüz, onlar özləri. Yəni, burada artıq görürsünüz ki, fulllar es vasitəsilə cəmlənmiş formada özünü göstərir. Qayıdış əvəzlikləri cümlədə təbii ki, xəbərdən sonra işlənir
Və qayıdış əvəzliyini bir cümlədə necə tapa bilərik? Əsasən onun üzərindən izah edəcəm. Ona görə də bu hissələri silirəm. Düşünürəm ki, bu hissələr artıq sizə aydındır. Cümlə daxilində qayıdış əvəzliklərini izah edək. Biz qayıdış əvəzliklərini cümlədə necə tapa bilərik? Qayıdış əvəzliklərini bir cümlədə mübtədaya əsasən müəyyənləşdiririk. Yəni mübtədamız məsələn şəxs əvəzlikləri ilə ifadə olunubsa, artıq bunları uyğunlaşdırmaq daha asan hala gəlir bizim üçün. Məsələn, mübtədamız I'dırsa, artıq biz myself götürürük. Mübtədamız məsələn Kate-dirsə və Kate qız adıdır deyə herself götürürük və yaxud da Tom-dursa himself götürürük. İngilis adlarına niyə getdim bilmirəm. Və daha sonra cümlədə fərqli məqamlar və testlərdə sizləri çaşdıra biləcəyi məqamlar hansılardır? Deməli, ilk növbədə dedik ki, mübtəda hissəsini müəyyənləşdirdik. Bu onun asan. Do my homework myself. Gördüyünüz kimi I şəxs əvəzidir. Artıq ona əsasən myself götürdük. Mən özüm. Mən ev tapşırıqlarımı özüm elədim. Və fərqli məqamlar hansılardır? Əgər cümlə əmr cümləsidirsə, əmr cümləsində biz artıq yourself ya da əmr cümləsində artıq yourself ya da yourselves-dən istifadə edəcəyik. Məsələn, deyirik ki, vergül artıq əmr cümləsidir. Do your homework yourself. Və yaxud da deyirəm children, do your homework yourselves. İndi izah edirik. Dedik ki, əmr cümləsində hansılardan istifadə elədik? Yourself ya da yourself, düzdürmü? Aynur bir şəxsdir deyə, artıq cəmdə deyil deyə, təkdədir deyə yourself götürdük. Amma children, uşaqlar cəmdədir deyə, ona əsasən yourselves götürdük. Yəni, necə oldu? Bir şəxs adı çəkilsə, çox olmasalar, boys da ola bilər. Məsələn, burada boys olsa, yenə yourselves götürəcəyik. Amma just burada tək boy desək, yenə də burada götürmüş olacaq yourself. Bu şəkildə, yəni əmr cümləsində hansılardan istifadə elədik? Yourself and yourselves. Əsasən də siz əmr cümləsində görəcəksiniz ki, yəni birincidə adlar veriləcək və s. Yəni orada çətinlik çəkməyəcəksiniz. Daha sonra keçdik, yəni xitabı əsasən müəyyənləşdirəcəksiniz. Daha sonra keçdik let's olan cümlələrdə. Let's-də başlayan cümlələrdə biz götürürük ourselves. Ourselves. Niyə? Çünki bu let us-dır. Let us. Ona görə də let's-lə başlayan cümlələrdə biz götürürük ourselves. Asa görə. Daha sonra var burada bizi çaşdıra biləcəyimiz məqam not only but also olan cümlələrdə. Deməli, not only, but also. Also. Deməli, bu tipli cümlələrdə biz necə müəyyənləşdiririk? Only-dən sonra olan sözə əsasən müəyyənləşdiririk. Məsələn, deyirik ki, bu şəkildə. I like not only flower itself. Flower-a əsasən götürdük itself. But also its color. Onun rəngini. Just nəyə başa düşdük burada? Not only, but also olan cümlələrdə biz necə müəyyənləşdiririk burada refleksiv pronounu? Only-dən daha sonra gələn sözə əsasən. Yəni burada aya əsasən yox. Only-dən sonra gələn sözə əsasən. Mən xoşladım. Gülün özünün, yalnızca özünü yox, həmçinin onun rəngini. Bu şəkildə. Daha sonra burada bir çətin məqam qalmadı. Sizə qeyd eləyəcəm. Testlərdə ən çox düşən it is, it və its qaydasını. Its, bir də its.
bu. İlk növbədə qeyd edək ki, it həm şəxs əvəzliyi kimi özünü göstərir, həm obyekt forması kimi özünü göstərir. Ona görə də, yəni bundan sonra birbaşa nə gələ bilər? Xəbər, feil gələ bilər. Və yaxud da bu nəydən sonra gələ bilər? Sözəllərdən sonra gələ bilər, feildən sonra gələ bilər. Yəni bildik ki, bu həm obyekt, həm də şəxs əvəzinə aid nə qayda dedimsə, bu ona aiddir. Keçdik it, bitişik forması. It, bitişik forması yiyəlik əvəzliyi formasının özünü göstərir və məsələn, cümlələrdə bu it-dən sonra biz birbaşa isim işlədirik. Birbaşa isim. Məsələn, its color, its size və s. və ilaxır. Və it is. It is-dən sonra isə biz ya article görəcəyik. E-N-Z isim görəcəyik. Article-lı sonra sifət görəcəyik. Və s. Məsələn, bu ola bilər, burada s, apostrof. Ola bilər is, ola bilər was, ola bilər has. Ona görə də bu cümlədə artıq necə deyim sizə? Mübtəda və xəbər kimi özünü göstərir. It is məsələn. It is a cat. Bu o pişikdir. Və yaxud da it is an elephant. It is beautiful. O gözəldir. Və yaxud da it has a leg. Və yaxud da it was so nice. Bu tipli cümlələr şəklində görəcəksiniz ki, bu cümlədə, yəni siz bunu ayırın və bu cümlə mübtədası və xəbər kimi göstərilir. Və yaxud da belə bir şey də deyim ki, sizə cümlə verir və siz nöqtələrin yerinə bilmirsiniz ki, it qoyum, it qoyum. Və yaxud da iti çıxırsınız, artıq görürsünüz ki, orada isim gəlir və yaxud da başqa bir şey. Qalırsınız bu ikisi arasında. Bu ikisi arasında qalanda fikir verin cümləyə. Cümlədə görün, mübtəda və mürəkkəb cümləni çıxıram. Sadə cümlədirsə və sadə cümlənin öz mübtədası xəbəri varsa, artıq buna ehtiyac yoxdur. Sadə cümlədə. Buna ehtiyac yoxdur. Çünki artıq bu da yenə mübtəda xəbər kimi özünü göstərəcək deyə, it, is kimi olacaq deyə, artıq cümlə düz olmayacaq. Məsələn, cümlə kimi deyirəm ki, buna əsasən cümlələr yazaq. Ənənəvi olaraq toplu suallarımızdan davam edirik. Yenə də qaydanın sonunda, izahın sonunda sizlərə topludan yenə suallar işlədəcəm. Bu topludan 1. Yeni topluda 117-ci sualdır. Nöqtələr qoyulub və biz müəyyənləşdirməliyik ki, itdir, itsdir və itisıdır. Bu şəkildə müəyyənləşdirici variantları yazmadım, özümüz müəyyənləşdirə bilək deyə. İlk növbədə baxırıq birinci cümləyə. Nöqtəyə qədər, yəni bu mürəkkəb cümlə deyil, nöqtə qoyulub, ayrılıb bu cümlə, amma eyni sualın içindədir. Nöqtələr qoyulub, article gəlib, nice person. Bu cümlədə görürsünüz ki, mübtəda və xəbər yoxdur. A nice person deyir, birbaşa article gəlib və mən sizə article, isim, sifət, nəydən sonra gəlir demişdim? It is-dən sonra gəlir. Deməli, bura nə yazırıq? It's a nice person. Person, no, sorry. Just maybe poem. Bu çox yaxşı əsərdir. İndi keçdik ikinci cümləyə. İkinci cümlədə görürəm ki, is var. Xəbər var. Artıq mən buraya it is older deyə bilmərəm. Ona görə də izi çıxıram. Itdən sonra da isim gələ bilməz deyə qalır bir variantımız. It's. Birbaşa it's. It's-dən sonra nə demişik gəlir? Birbaşa isim gəlir. Deməli, nə oldu? It is a nice poem. Bu çox qəşəng poemdir və its author is unknown. Onun yazıcısı bəlli deyil. Deməli, necə müəyyənləşdirdik asan yoluyla? Birinci cümlədə article gəldi, isim gəldi və s. Ona əsasən biz qoyduq it is. Cümlədə mübtəda xəbər yoxdur. İkinci cümləmizdə xəbər is var deyə biz artıq its götürdük. İsim birbaşa nə ilə gəldi? Its ilə gəldi. Məncə bu çox aydın oldu sizlərə. Yenə də aydın olmayan nəsə olsa, yenə də sonda da qeyd edəcəm. Sualınız olsa, şərh bölməsində qeyd edə bilərsiniz. Keçdik digər əvəzliklərə. Deməli, bir digər əvəzliyimiz isə demonstrative pronouns, işarə əvəzliklərdir. İşarə əvəzliklərdə əslində çox çətin deyil. Is, that, this, those şəklində bölmüşəm.
This, that. This bu deməkdir. Just a minute. This bu deməkdir. That o deməkdir. This bunlar deməkdir. Those onlar deməkdir. Deməli, bu cümlədə bu əvəzlikləri biz necə bir-birindən ayıraq? İlk öncə niyə belə yazmışam? Qısa formada gördükləriniz, this, that formasında gördükləriniz təkdə olan isimlərlə istifadə olunur. Tək. Qısalar təklə istifadə olunur. Uzun formada gördükləriniz, these, those, bunlar cəmlə istifadə olunur. Cəm isimlərlə istifadə olunur. Və bunların xəbəri ola bilər is, was və s. Bunun xəbəri ola bilər are, were şəklində. Deməli, məsələn, nümunə olaraq deyə bilərik ki, this is, yazaq, this is a car. Bu maşındır. Yəni şərt deyil, burada sayılan isim olsun. Sayılmayan da isim ola bilər. Amma məsələ odur ki, sayılan isim təkdədirsə artikeldən istifadə elədik. Və yaxud da deyirəm ki, these are boys. Bunlar oğlanlardır. Yəni bu şəkildə this, that oldu tək isimlərlə istifadə olunduğu xəbəri is, was şəklində özünü göstərdi. This, those isə onlar, bunlar şəklindədir. Cəmdə xəbər isə are, were ilə özünü göstərir. Və bundan əlavə this car da deyə bilərsiniz. This is a car da deyə bilərsiniz. Bu maşın demək istəsəz this car. Bu maşınlar demək istəsəz this cars. Belə deyim, cümlə tərcümə edəndə və yaxud da sizdən tərcümə tələb olunanda siz cümlədə ola bilər ki, yəni böyük ehtimalla zaten bunlar maşınlardır deməz. Bunlar maşın deməz. Bu maşınlar deyər və sizdən tərcümə cümlə yazıb tərcümə əsasına çevirməyə və s. istəyə bilər. Siz bu sözünü görüb, amma maşınlar sözünü göz ardı eləməyin. Maşınlar deyirsə, normalda tərcümədə çünki ingiliscə bunları çevirib bu şəklində də deyə bilirlər. Ona görə bu maşınlar desə, yenə də siz these cars götürəcəksiniz. Çünki maşınlar sözü cəmdədir. Amma bu maşın desə, this car götürəcəksiniz. Yəni təkdə olan, təklə istifadə olunan forması. Burada çətin bir şey yoxdur. Cümlədə bir də bunları müşahidə eləmək necə tapmaq olar? This və these, bu və bunlar yaxını göstərir. Yaxın əraziləri, yaxında olan bir şeyləri işarə edir. Amma that və those isə uzağı göstərmək üçün istifadə olunur və cümlədə əsasən siz here, over here görsəz, this, these, that və those üçün isə over there sözünü görəcəksiniz. Bu da sizə testlərdə kömək edə bilər ki, onları müşahidə edib tapmağa. Bu şəkildə. Keçək digər əvəzliyimizə. Qeyd elədim, gəldim. Davam edirik. Defining pronouns, yəni təyin əvəzliklərdən. Təyin əvəzliklərdən bəzilərini yazdım. İndi bəzilərini də üstündə işləyərək izah edəcəm. İlk növbədə başlayırıq all-dan. All sayılan isimlərlə istifadə olunarsa, sayılan cəm isimlərlə istifadə olunur. Bir də sayılmayan tək isimlərlə istifadə oluna bilər. Yəni oldu fərqi yoxdur. Məsələn, all books da deyə bilərsiniz və yaxud da all bread də deyə bilərsiniz. Və bundan əlavə all həmçinin the article ilə, of ilə və isimlə istifadə oluna bilir. İsimlə olsa istifadə olunan formalarını dedik. Z-dən də istifadə oluna bilər all-dan sonra. All the books deyə bilərsiniz. Of gələrsə all of the books deyə bilərsiniz və yaxud da sadəcə isimlə xəbərin necə şəkildə olacaq. Əgər all-dan sonra sayılan isim cəmdə gələrsə, onsuz sayılan isim gəlirsə, all-dan sonra mütləq şəkildə cəmdə gəlməlidir. Təkdə gələ bilməz. Yəni sizə testdə salsalar ki, all book, bu artıq səhvdir. Yəni mən demişəm ki, all sayılan isimdən işlənərsə, mütləq dərəcədə cəmdə olmalıdır. Ona görə all books olmalıdır. Və yaxud da sayılmayan işləndə olsa bilirsiniz ki, təkdə olur. Xəbər necə uzlaşacaq? All-dan sonra sayılan cəm isim gəlsə, xəbərimiz cəmdə olacaq. Məsələn, all the books are here. Və yaxud da sayılmayan isimlə gəlsə, all a bread is olacaq. Və daha sonra all'un hamı və hər şey mənasını verəndə necə istifadə olunur? All-dan sonra birbaşa xəbər də gələ bilər və onun hamı mənasını verərsə, bu zaman xəbərimiz bizim cəmdə olacaq. Cəm. Amma hər şey mənasını verərsə, xəbərimiz təkdə olacaq.
tək. Məsələn, all are here. Hamı buradadır. Və yaxud da all is okay. Hər şey qaydasındadır. Yəni bu şəkildə olacaq. Daha sonra keçdik bozla bağlı qaydamıza baxaq. Boz ikisindən biri, hər ikisi daha doğrusu mənasını verir və bozdan sonra necə gəlir? Bozdan sonra cəm isim, cəm feil gəlir. Yəni bu o deməkdir ki, bozdan sonra sayılmayan isim gələ bilməz. Yəni isim gəlirsə də, sayılan isim gəlirsə də mütləq dərəcədə cəmdə gəlməlidir ol kimi. O boz books are kimi şəklində olacaq. Yəni mən cümlə qurmuram, birbaşa xəbər və mübtədanı deyirəm ki, aydın olsun sizə. Daha sonra oldan sonra of gələ bilər. Əlbəttə ki, niyə oflar burada vurğulayıram gələ bilər? Çünki bəzilərindən sonra of gələ bilməz. Onları da indi izah edəcəyik. Boz ofdan sonra da yenə cəm isim gəlməlidir. Bu zaman yenə də xəbərimiz cəmdə olmalıdır. Və daha sonra boz and birləşməsi var. Boz and birləşməsində də bozdan sonra və enddən sonra gələn isimlər təkdə də olsa, cəmdə də olsa, xəbərimiz yenə cəmdə olmalıdır. Yəni boz and birləşməsində bu nöqtələrin yerində sayılmayan isimlər də ola bilər, təkdə olan isimlər də ola bilər. Buna baxmayaraq xəbərimiz mütləq dərəcədə həmişə cəmdə olmalıdır. Məsələn, nümunə kimi yazaq. Boz my sister and brother are teacher. Demək bu şəkildə olacaq. Yəni sister gördünüz təkdədir, brother görürsünüz təkdədir, amma xəbərimiz nədir? Are şəklindədir. Və yaxud da sayılmayan isim ola bilər bunun yerində. Both bread and milk olsa yenə də are şəklində olacaq xəbərimiz. Belə. Daha sonra gedirik boz aydın oldu məncə, all aydın oldu məncə, keçdik every'yə. Every ilə bağlı deyə bilərik ki, every bu arada qeyd edeyim ki, boz və boz ofun bir fərqi yoxdur cümlədə. Sadəcə məna fərqləri var. Yəni boz books desəm və ya da both of the books, boz kitabların, both books hər iki kitab mənası olsa da, both of the books kitabların hər ikisi mənasını verir. Yəni of burada ın mənasındadır ona görə. Keçdik every'yə. Every'dən sonra necə? Every'dən sonra tək isim gəlir, tək feil gəlir. Yəni bu sayılan da ola bilər, sayılmayan da ola bilər, amma ismimiz təklə olmalıdır. Və buna görə də ismimizdə əsasında feilimiz uzlaşdığına görə every'dən sonra tək isim gəlir. Every'dən sonra of olmaz. Every'dən sonra of istifadə edə bilmərsiniz. Bu bunun bir istisnası. Keçdik most. Mostdan sonra isə cəm isim, cəm feil gəlir. Sayılmayan isim gələrsə isə feilimiz bizim təkdə olur. Yəni sayılan isim gələrsə, sayılan isim mostdan sonra cəmdə olmalıdır. Most books desəm are deyəcəm, amma most bread desəm məsələn is deyəcəm. Yəni mostdan sonra götürüb yenə də testlərdə sizə sayılan amma təkdə isim versə, siz bunu götürməyəcəksiniz. Bu arada qeyd edeyim ki, bunların hamısını konspekt kimi dəftərinizə yazsanız sizə daha faydalı olacaq. Yəni bu şəkildə. Sonra mostdan sonra da yenə həmçinin of işlənə bilər. Yəni most of deyə bilərsiniz. Bu zamanda xəbər yenə də buna əsasən uzlaşacaq. Daha sonra keçdik either. Either'dan sonra tək isim, tək xəbər gəlir. Və either'dan sonra, yəni cəm isim gələ bilməz. Və either'dan sonra of gəlirsə, bu zaman cəm isim gəlsə belə, yenə xəbərimiz bizim tək xəbər olacaq. Niyə? Ofdan biz bilirik ki, xəbər ofdan əvvəlki ilə uzlaşır və either-la da xəbər təkdə uzlaşır. Buna görə də either-dan sonra of da gəlsə, bizim xəbərimiz təkdə olacaq, amma isim cəmdə gəlir. Bu şəkildə. Bunlar bu şəkildədir. Bunlardan əlavə bizim var zəazə, azəs və ənazə. Onları indi qeyd edəcəm. Deməli, bunlardan sonra nə işlənir, nə formada işlənir. Zəazədən sonra, deməli, zəazədən sonra gələn isim təkdə də ola bilər, cəmdə də ola bilər, sayılmayan da ola bilər. Azədən sonra təkdə isim gələr, cəmdə isim gələr, sayılmayan da isim gələr və yaxud da birbaşa feil də gələ bilər. Yəni bu şəkildə. Tək, cəm, sayılmayan, tək isim, cəm isim, sayılmayan isim
və yaxud da feil birbaşa gələ bilər ki, bu da təkrarın qarşısını almaq üçündür. Məsələn üçün sayır, sonra da deyir ki, the other is good. Bu şəkildə. Və qeyd eləyək ki, the other nə vaxt istifadə olunur? Mən bir şey haqqında məlumat verirəm və artıq məlumdur ki, nədən məlumat verirəm, o zaman istifadə olunur. Bu article mövzusunda Z-nı keçəndə sizə qeyd eləmişdim. Demişdim ki, Z-dən biz nə vaxt istifadə edirik? Artıq eğer artikelına ümumi bir şeylərdən danışanda istifadə edirik, amma Z-dən artıq danışdığımız şeyin müəyyən olduğunu göstərmək üçün istifadə edirik. Ola bilər ki, mənim çox qələmim var, o haqqda danışdım. Sonra da keçirəm qırmızı qələmimlə danışma. Artıq bu the pen olacaq mənim üçün. Ona görə. Sonra others'dan sonra isim gəlməz. İsim qəti şəkildə others'dan sonra gələ bilməz. Xəbərimizdə cəmdə olmalıdır. Cəm feil. Xəbərimizdə cəmdə olmalıdır. The others'da da həmçinin isim gələ bilməz. İsim gələ bilməz. Xəbərimizdə cəmdə olmalıdır. Ənazədən sonra görürsünüz ki, burada article var. Article varsa biz demişik ki, eğer article sayılma isimlərlə istifadə olunmur, bəs təkdə olan isimlərlə. Bu o deməkdir ki, ənazədən sonra tək sayılan isim gəlir. Tək və sayılan isim gəlir. Yəni, mən another books deyə bilmərəm. Onsuz da article siz görən kimi biləcəksiniz ki, tək sayılan isim gəlməlidir bundan sonra. Sayılmayan isim də gələ bilməz. Cəmdə gələ bilməz. Yəni, another'dan sonra sadəcə sayılan və təkdə olan isim gəlməlidir. Və məncə bu da sizə aydındır. Çətin bir şey yoxdur. Sadəcə bunu qeyd edin və biləcəksiniz. Ümumiyyətlə, sığlılardan sonra bilirsiniz ki, isim gəlməz. Və digərlər sizlərə aydın olacaq deyə düşünürəm. Deməli, iç azə bir-birinə deməkdir. İç azədən sonra mən birbaşa isim gətirə bilmərəm. Hansı halda isim gətirə bilərəm? İç azəsi olsa, apostrof S. Yəni, yəli-hal formasında görsəz. Apostrof S-i görsəz, iç others book deyə bilərsiniz artıq. Amma burada apostrof olmasa, bundan sonra isim gətirə bilmərsiniz. Və yaxud da testdə siz görə bilərsiniz. İç others belə, bu düzgün forma deyil. Cəmlənə bilməz. İç azə yalnızca bu formada özünü göstərə bilər. İç azə, one, anazə var. Bu da cümlədə qarşısına one body anazə şəklində özünü göstərir. Sizin də bunu belə şəkildə əzbərləməyin. Biraz məntiqinə dalaraq əzbərləsəz, məntiqlə baxsaz məsələləri sizə daha aydın olacaq. Nəinki belə oturub bir-bir əzbərləsəz. One var, bir deməkdir, anazə olacaq qarşısında. Artıq one azə deyə bilməyəcəksiniz. Və one anazə ilə nə istifadə oluna bilər? Birbaşa yenə deyirəm, isim gələ bilməyəcək, amma yenə apostrof S gəlsə, yəli formasında artıq siz bundan sonra da isim istifadə edə bilərsiniz. Amma tək bunsuz istifadə edə bilmərsiniz. Bunlar məncə aydın oldu sizlərə. Deyirik indefinite pronouns qeyri-müəyyən əvəzliklərlə. Qeyri-müəyyən əvəzliklərdən some'dır, any'dir və onların törəmələrindən danışacağıq. İlk əvəzliklərdə də non, onun törəmələrindən danışacağıq. İlk növbədə davam edirik. Some və any'də. Some'dan başlayaq. Some'dan sonra sayılan isim gəlirsə, bu cəmdə olmalıdır. Saymayan isim də gələ bilər. Yəni, some flowers da deyə bilərəm, some bread də deyə bilərəm. Və some'dan sonra nələr gələ bilməz? Some'dan sonra z artikılı, en artikılı gələ bilməz. Some book deyə bilmərəm qəti bir şəkildə. Some'dan sonra o halda z artikılı gələ bilər ki, some'dan sonra of gəlsin. Some of the books deyə bilərəm. Amma some the books deyə bilmərəm. Ona görə də some'dan sonra nə vaxt article gələ bilər, z artikılı gələ bilər, some'dan sonra of gəlsə. Daha sonra davam edirik. Some hansı cümlələrdə istifadə olunur? Some təsdiq cümlələrdə istifadə olunur. Təsdiq. Amma bəzi hallarda siz bunu sual cümləsində də görə bilərsiniz. Əslində, səhv eləmirəmsə, dildə belə bir şeylə rastlaşmamışam, amma sınav imtahanlarında bu müşahidə olunur ki, təsdiq cümlələrdə, daha doğrusu sual cümləsində some. Sual cümləsində some, can, could, would you like gələn cümlələrdə, yəni təklif, xahiş bildirən cümlələrdə some artıq işlənə bilər. Bu tipli sual cümləsində. Normalda some hansı cümlələrdə özünü göstərir? Təsdiq cümlələrində. Hansı cümlədə işlənə bilər?
sual cümləsində işlənə bilər. Can, could, would you like kimi cümlələrdə. Məsələn, can you give me some water? Sən biraz mənə su verə bilərsən mənasında. Would you like some tea? Biraz çay istəyirsən mənasında. Ola bilər ki, bu tipli cümlələrdə, sual cümlələrində some işlənsin. Sual yazaq. Amma normalda təsdiq cümlələrdə işlənir. Some'un törəmələrindən danışaq. Some'un törəmələri həmişə təsdiq cümlələrdə istifadə olunur. Some'un törəmələrindən sonra nə gələ bilməz? Of gələ bilməz. Cəm feil gələ bilməz. Yəni bu o deməkdir ki, some'un törəmələri təkdə xəbərlə uzlaşır. Tək xəbər gəlir və some'un törəmələrindən sonra isim gələ bilməz. Bəs belə bir sual var. Some'un törəmələrindən sonra isim gələ bilərsə nə vaxt gələ bilər? Gələ bilər. Əgər some'un törəmələri yiyəlik formada özünü göstərsə. Məsələn, somebody, bodies olsa, artıq bundan sonra isim gələ bilər. Yəni, siz ismi some'un törəmələrindən sonra hansı halda görə bilərsiniz? Yiyəlik halında. Daha sonra burada fərqli bir şey yoxdur. Some'un törəmələrindən sonra else də gələ bilər, something else və s. formasında və yaxud da sifət gələ bilər. Something interesting, nəsə maraqlı bir şey mənasında ola bilər. Yəni bu şəkildə. Keçirik indi any ilə bağlı danışmağa. Any'dən sonra gələn isimimiz sayılan isimdirsə cəmdə, ümumiyyətlə any'dən sonra mütləq dərəcədə isim gəlməlidir. Amma təkrarın qarşısını alma məqsədi ilə ola bilər ki, danışaram çox şey haqqında, sonra dayı təkrar olmasın deyə isim gətirmərəm. Bu normal haldır. Cəm və sayılmayan isimdə istifadə oluna bilər any'dən sonra. Daha sonra any'nin törəmələri yenə any, body, anyone, anything, bir də anywhere şəklində özünü göstərir. Bunlar da yenə xəbəri təkdə. Tək. Amma belə bir şey var ki, any hansı cümlələrdə istifadə olunur. Any isə some'un əksinə sual və inkar cümlələrdə. Yəni siz testlərdə özünüzü çaşdırmayın. Cümləm təkdədirsə, cümlə təsdiqdədirsə, mən orada some götürəcəm. Yəni any götürməyim düz olmaz. Amma cümlə inkardadırsa, cümlədə inkarlıq bildirən nəsə varsa, no varsa, not varsa və s. bu zaman any ilə bağlı bir şey götürəcəm və yaxud da cümlədə sual cümləsidirsə, yenə də any yaxud da any'ni törəmələrini götürəcəm. Bu şəkildə any'də və törəmələrdə sual, inkar cümlələrində istifadə olunur. Yəni bunlardan sonra da yenə isim nə vaxt gələ bilər? Apostrof gəlsə, yəni yiyəlik hal forması yaradılsa. Burada başqa bir fərqli məqam qalmadı. İndi isə keçid edə bilərik topludan, yeni toplumumuzdan olan, toplu 2025-dən olan suallara baxmağa. Hamısı düzü qeyd edə bilmərəm, bəzilərini qeyd edəcəm. Amma siz də toplu işləyəndə nəsə sualınız olsa, şərh bölməsində qeyd edərsiniz, videosunu çəkib paylaşaram. Topludan bəzi sualları qeyd elədim. Gəlin indi onlara baxaq. 65-ci sual. Deməli, ilk növbədə baxırıq biz, cümlədə was gəlib, xəbər gəlib birbaşa. Deməli, hansı əvəzlikdən istifadə eləməliyəm? Şəxs əvəzliyindən istifadə eləməliyəm. Baxıram, görün, hansı çıxa bilərəm. Buradan birbaşa çıxa bilərəm D variantına. Niyə? Was gəlib, was təkdə istifadə olunur. Amma V-dən sonra biz were-dən istifadə edirik. Ona görə də D variantından çıxdım. Keçdik bu tərəfə. Job. Job isim deməkdir, iş deməkdir və isimdir. İsimdirsə, mənə isimlilər lazımdır. Her'si çıxıram, her'dən sonra isim gələ bilməz. Mine'ı çıxıram, mine'dan sonra isim gələ bilməz. B variantı, A variantına çıxıram ki, Y'dan sonra were gəlir, ona görə çıxdım. Qaldı Y variantı. I was doing my job. Mən öz işimi görürəm. Qaldı Y variantı. Bu şəkildə bu test. Keçdik 118-ci sualda. 118-ci sualı əslində variantlarını qeyd edəmədim ki, bu şəkildə üstündə işləyək. Jane's brother will phone. Birbaşa xəbər gəlib. Xəbər gəlibsə, mən birbaşa bunun yerinə şəxs əvəzliyi tapmalıyam. Jane's brother nədir? Jane'in qardaşı. Mən Jane'ə yox, artıq qardaşına baxıram. Jane's brother, Jane'in qardaşı. Jane'in qardaşı hansı şəxs əvəzliyi olacaq? He. Oldu. He will phone me and my brother. Mənim qardaşım və mən. Mənim qardaşım və mən. Nə olacaq? Biz olacaq, düzdürmü? Baxıram, feildən sonra, xəbərdən sonra işlənən hansı idi? Obyekt forması. Mən və qardaşım da olduq, bizə zəng eləmişdi, eləyəcək us. He will phone us tomorrow. O bizə zəng eləyəcək. Deməli, brother oldu he.
şəxsi əvəziyə götürdüyüm üçün birbaşa xəbər gəlib və daha sonra xəbərdən feildən sonra hansı işlənir obyekt forma as. Keçdik 23-cü suala. 23-cü sualda baxıram ilk növbədə mistake isimdir. İsim gəlibsə birbaşa anything-i və something-i çıxıram. Qalıram iki variant arasında. Mistakes cəmlənib deyə ən azəndə çıxıram və cümlədə ola bilər ki, sam verərlər sizə. Amma cümlədə görürsünüz ki, couldn't var. İnkar cümlədə, ona görə də cavab B variantı any. Bu şəkildə sizin də yenə də hər hansı bir sualınız yerində qeyd edeyim ki, olsa şərh bölməsində qeyd edin, onları çəkək, paylaşaq, izah edək. Ümid edirəm ki, video sizlər üçün faydalı oldu. Və son olaraq da videonu bəyənməyi, şərh yazmağı, fikirlərinizi bölüşməyi, kanala abunə olmağı unutmayın. Təşəkkürlər.